Respublika Kompleks İdman Məktəbinin məməkçisiyəm, sağ olsun Rüstəm müəllim mənə bu kluba boks üzrə baş məşqçi təyin elədiyinə görə yəni layiq görüb. Mən də inşallah öz etimadını doğruldaram, çempionlar yetişdirərəm. Əziz idmançılar, bildiyimiz kimi Rüstəm alimli, judo döyüş idman növü üzrə əməkdar idman ustasıdır. Eyni zamanda Səmirəmdə Gənclər üzrə baş məqsədidir. Bizim Respublika Gənclər İdman Nazirliyi Respublika Kompleks İdman Məktəbinin direktorudur, rəhbəridir. Eyni zamanda İlham müəllim də Rüstəm müəllimin müavinidir və onların dəstəyi ilə, onların köməkliyi ilə biz bu məşqləri sizlərə keçiririk, onların tövsiyəsi ilə məşqləri keçiririk. Rüstəm müəllim də bildiyiniz kimi sambo üzrə dünya çempionudur. Bunu Öndər Heydər Əliyevin ilin ən güclü idmançısı adı verdiyi bir idmançıdır. Mən fəxr edirəm ki, əməkdar idman ustasının yanında, bizim klubun rəhbərliyinin yanında biz məşq keçiririk və eyni zamanda dünən televiziyada da çıxışda elədim ki, sağ olsun Gənclər İdman Nazirliyi, Respublika Kompleks İdman Məktəbinin rəhbərliyinin bizə verdiyi tövsiyə ilə hər məşqimizdə sizə ilk növbədə nədən danışırıq? Tərbiyə, narkotikdən uzaq olmaq, sigaretdən uzaq olmaq, pis vərdişlərdən uzaq olmaq. Rüstəm müəllim, xoş gəlmişsiniz sana. Sağ ol, çox sağ olsun. Mən sağlıqla alıram. Düz baxıram, məşqdə həvəslə işləyir, uşaqlarla maşallah tərbiyədir. Tərbiyəlidirlər, həvəslə işləyirlər, mən sağlıqlar alıram. İnanıram bir ildən sonra bura gəlsən, burada daha da çox uşaqlar olacaq, daha da uşaqlar birlikdə olacaqlar. İnanıram ki, bir neçə ildən sonra nə olacaq, dünya olacaq və sizə nəticə gözləyirik. İnanıram siz verəcəksiniz. Biz də İdman Nazirliyinin, biz də ondan sonra İdman Nazirliyi işçiləri, Respublika Kompleks İdman Məktəbi rəhbərliyi ilə olaraq sizə hər cür dəstəyi vermək hazırıq, verəcəyik də. Ona görə siz öz işinizi göstərirsiniz ki, həqiqətən həvəslə işləyirsiniz. Bizim də borcumuz sizə dəstək olmaqdır. Siz də nəticələrəsiniz, bizim dövlətimizi, bayrağımızı yüksəldərsiniz, biz də sizə baxaq fəxr edirik. Hamıza uğurlar arzulayıram. İnanıram ki, hər şey yaxşı olacaq, nəticə də olacaq. Amma əsas nədir? Təlim, tərbiyə. Ondan sonra nəticə. Rüstəm müəllim, mən də bu yeni zalımızdan başda cənab prezidentimizə, cənab nazirimiz Fərid Qayıbova və sizə təşəkkür edirəm. Mən o məktəbdə işlə təmin elədiyinizə görə, baş məşqçi təyin elədiyinizə görə mən də İnşallah bu zaldan vətənimiz üçün, klubumuz üçün, dövlətimiz üçün çempionlar yetişdirdim. Sizə söz verirəm. İnşallah. Çox sağ olun. Uğurlar. Sağ olun.